Hamıya salam. Bugün bu videoda mən rəsmi tibb və alternativ adlanan və xalta bəbəti haqqında bir-iki məqama toxunmaq istəyirəm. Nəzər salmaq istəyirəm hicama proseduruna. Hicama prosedurunda biz diqqət eləsək, rəsmi tibbdə tətbiq olunan bəzi terapiyalar da tətbiq olunur. Yəni, fizioterapiyada və reabilitasiyada tətbiq olunan terapiyalar birinci növbədə əlbəttə ki, masajdır, müalicəvi masajlar, bu reabilitasiyada və fizioterapiyada geniş istifadə olunur. Vakum terapiya adlanan, yəni banka, vakum terapiyası geniş istifadə olunur reabilitasiyada və fizioterapiyada və refleksoterapiya və iynə batırma. Bunlar hamısı rəsmi tibbdə tətbiq olunur. Burada ortaya sual çıxır ki, bu terapiyaların hicama ilə nə əlaqəsi? Əslində, hicama proseduruna biz diqqət eləsək, hicama prosedurunda bu metodlar, deyək, bu terapiyalar hamısı kompleks şəkildə tətbiq olunur ardıcıllıqla. Bir şeyi vurğulamaq istəyirəm ki, iynə batırmada, yəni refleksoterapiyada metodlardan biri də var ki, hansı ki, iynəni dəri səthinə daha dərin batırıb, oradan kapillər qan çıxartma proseduru da mövcuddur. Yəni, bu prosedurlar masajdır, vakum terapiyadır, yəni banka terapiyası və refleksoterapiya, iynə batırma, bunlar hamısı rəsmi tibbdə tətbiq olunur, yəni necə lazımdır protokollarla. Ona görə də bir araşdırmalar aparılır Qərb və Avropa ölkələrində və getdikcə müasir tibbdə hicama proseduru daha çox istifadə olunur və tez-tez rast gəlmək olur reabilitasiyada və fizioterapiya prosedurunun daxilində görmək olar. Çünki hicama prosedurunda 3 dənə geniş formatda istifadə, rəsmi tibbdə istifadə olunan prosedurlar mövcuddur. Bu qədər. Sağlam olun, stressdən və həyəcandan uzaq olun.